Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 10 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Tərməz. Qəzetimizin ilk səhifəsində Ada Universitetində Prezident İlham Əliyevin iştirakı ilə Yeni Dünya Nizamına Doğru mövzusunda beynəlxalq forum keçirilib başlıqlı yazı yer alıb. Aprelin 9-da Ada Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Yeni Dünya Nizamına Doğru mövzusunda beynəlxalq forum keçirilib. Dövlətimizin başçısı forumun iştirakçılarının suallarını cavablandırıb. Ətraflı tanış olmaq üçünsə qəzetimizin 2-ci, 3-cü, 4-cü və 5-ci səhifələrinə baxa bilərsiniz. Qəzetimizin 6-cı səhifəsində diqqət çəkən xəbərin başlığı belədir. Müasir çağırışlara dəstək verən müstəqil siyasət. Güclü Azərbaycanın hədəfləri ölkəmizin nüfuzlu dövlət olaraq inkişafına töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olduğumuz çoxsaylı möhtəşəm uğurlar dövlət başçısının fəal diplomatik səyləri və milli maraqlara əsaslanan çox vektorlu xarici siyasət kursu ilə tamamlanır. Dövlət başçısı uzaq görən siyasətçi kimi ölkənin daxili və xarici siyasət prioritetlərini məharətlə uzlaşdırır. Qəzetimizin 7-ci səhifəsində də eyni mövzuda məqalə mövcuddur ki, qlobal düzənin formalaşmasında fəal mövqe başlıqlı bu yazımızda deyilir ki, Yeni Dünya Nizamına Doğru mövzusunda keçirilən 7-ci Ada Siyasi Forumunda da dövlət başçısı tarixi zəfərimizin reallıqlarından, sülh müqaviləsinin imzalanması prosesinin uzanması səbəblərindən dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən geniş bəhs edib və ayrı-ayrı ölkələrin fəaliyyətini vəziyyəti gərginləşdirməyə xidmət etdiyini də vurğulayıb. Xəbərlər və operativ məlumatlarsa 8-ci səhifəmizdə yer alıb ki, onların başlıqlarını sizə təqdim edirik. Azərbaycan və İran nümayəndə heyətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baxış keçiriblər. Moskvada Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin cari vəziyyəti nəzərdən keçirilib. Milli Məclisdə İranın parlament nümayəndə heyəti ilə görüş olub. Azərbaycan-Moldova münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə gənc arıçı layihəsinin iştirakçıları ilə görüşüblər. Nazir Kəmaləddin Heydərov 8-ci böhranların və fövqəladə halların idarə edilməsi üzrə Dünya Sammitində iştirak edib. Aktual bir məsələyə yanaşma isə qəzetimizin 9-cu səhifəsində yer alıb. Buradakı məqalə balanslı qlobal kurs və ya ideoloji parçalanmaya qarşı mənəvi konsolidasiya başlığı ilə verilib. ABŞ prezidenti Donald Trumpın hakimiyyət dövrü yeni dünya nizamında baş verən siyasi, iqtisadi, sosial və digər dalğalanmalara dəmir sədd olaraq xarakterizə edilir. Təbiidir ki, sözgedən proses qərəzli qərb dairələr tərəfindən proksi hücumlara məruz qalsa da, ABŞ lideri atdığı addımlarla balans və nizamı qorumağa hesablanmış strateji həmlələrlə gündəmdədir. Qəzetimizin 10-cu səhifəsində isə böyük qayıdışla bağlı məqaləmiz yer alıb. Məskunlaşma və quruculuğun böyük qayıdışı başlıqlı məqalədə qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesi davam edir. Aprelin 9-da Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı. Bu kənddə köçün 4-cü mərhələsidir. Ümumilikdə 180 nəfər olmaqla 54 ailə ata-baba yurduna yenidən qədəm qoydu. Köçün ilk mərhələsi mart ayının 19-da, kənddə 20 ailə, aprelin 5-də və 7-sində isə 53 ailə köçürülmüşdü. EKO ilə möhkəmlənən strateji əməkdaşlıq başlıqlı yazımızsa 11-ci səhifəmizdə dərc edilib. Ötən illər ərzində Azərbaycan İkitərəfli və çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq körpüləri quraraq beynəlxalq əlaqələr şəbəkəsini genişləndirib. Diplomatik təmsilçilik institutlarının artması ölkəmizin səsinin həm bölgədə, həm də qlobal miqyasda daha aydın şəkildə eşidilməsinə şərait yaradıb. Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdikdən dərhal sonra beynəlxalq və regional təşkilatlarla əməkdaşlığa böyük önəm verib. Həmin illərdə Azərbaycanın qoşulduğu ilk təşkilatlardan biri isə İqtisadi Əməkdaşlıq Təşkilatı EKO olub. 12-ci səhifəmiz isə Torpağı vətən, vətəni bütöv edənlər başlığı ilə şəhidlərimizlə bağlı yazılara həsr olunub. Buradakı yazıların başlıqlarını oxucularımıza təqdim edirik. Qazaxda igid vətən oğlunun xatirəsi ehtiramla yad olunub. Unudulmayan qəhrəmanlıq. Lənkəranın aprel şəhidləri. 13-cü səhifəmiz oxuculara dərin təhlil imkanı verən yazılarla fərqlənir. Bu səhifədəki yazılardan biri erməni irredentizminin ideoloji çöküşü başlığı ilə verilib. Məhkəmə prosesində acı etiraflar yalnız hüquqi müstəvidə deyil, həm də tarixi kontekstdə Azərbaycan həqiqətlərinin bir mənalı şəkildə təsdiqi kimi yadda qalacaq. Lakin təəssüf ki, bugün sülh göyərçini maskası altında Ermənistanın bəzi dairələrində
Əsl həqiqətləri öz mifoloji konstruksiyaları ilə dəyişdirməyə çalışan revanşist qüvvələr fəaliyyət göstərir. Ermənistanda belə qüvvələrin güclənməsi regionda sülh prosesinə ciddi təhdid yaradır. Sosial orienter rubrikasına həsr olunan 14-cü səhifəmizdə isə Sığırçın nəğməsində Bənövşə ləçəyində Qarabağa yaz gəlib başlığı ilə məqalə yer alıb. Dağlar zər libasını geyinib. Bu il yaz Qarabağa qaranquşun qanadlarında, Sığırçının nəğmələrində, düzü dünyanı bürümüş çəmənlərin sehrində, zirvələrə qalxan ləpirlərin izində, illərlə qəribsəmiş yurt yerlərinə qayıdan insanların çöhrəsində, küçədə, bacada oynayan uşaqların şahraq səsində, çağlayan suların ağuşunda gəlib. 15-ci səhifəmizdə isə diqqət çəkən yazımız tarixi memarlıq ənənələri, gələcək perspektivlər başlığı ilə verilib. Qeyd olunur ki, 10 aprel ölkəmizdə inşaat işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 16 dekabr 2009-cu il tarixli sərəncamı ilə təsis edilən İnşaatçılar Günü dünyanın ən qədim peşə sahiblərinin əməyinə verilən yüksək dəyərin əyani göstəricisidir. Son səhifəmiz isə hava haqqında məlumat və maraq dünyamız rubrikaları ilə yekunlaşır. Beləliklə, bugün mətbuatın nəbzini tutan yazılar sizə təqdim olundu. Bizim sizə çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyə davam edin.